Söndür onu. Söndür deyəcəm də niyə? Yox. Yol söndür, söndür. Yox, mən sizə yol göstərəm. Siz mənə yol göstərə bilmərsiniz. Suallarımız olacaq sadəcə. Onlara cavab verici səlahiyyət şəxsizsiz yoxsa yox? Bizdə çəkiliş aparmağa sizin səlahiyyətiniz yoxdur. Siz Səlahiyyət şəxs siz deyilsinizsə, səlahiyyət şəxs gəlsin. Səlahiyyət şəxsin adından siz niyə danışırsınız? kötüyündən səhv yanaşırsınız. Yox, bizim necə yanaşmağımızın siz qərar verə bilmərsiniz. Məsəl üçün çəkiliş Əgər- etməyin, siz icazəsiz məni çəkə bilməzsiniz birincisi. Siz xeyr. Konstitusiyanın 32-ci maddəsini sizə xatırladıram ki, vətəndaşa icazəsi olmadan onun görüntüsünün çəkilməsi qadağandır. Ancaq vətəndaş kimi deyilsizi, sizi hal-hazırda bir müəssisənin əməkdaşı kimi çəkirik. Və siz vətəndaşa xidmət göstərirsinizsə, Sənin əməkdaşı, həm də bizim respublikanın vətəndaşı. xeyr, siz vətəndaşa xidmət göstərirsinizsə ictimai məkanda və siz hal-hazırda parkinqdəsiz və vətəndaşa xidmət göstərirsiniz. Bizim sizi çəkməyimizdə hər hansı bir problem yoxdur. Xahiş edirəm bizə əngəllər yaratmaq yerinə, baxın, İstəyirəm, siz onu əngələ çevirdiniz. siz mənə yol göstərə bilmərsiniz. Siz xahiş edirəm, əgər uyğundursa rəhbərlikdən gəlsinlər. Siz əgər səlahiyyət şəxs deyilsinizsə, qiymət artımı nə vaxt olub? Pardon. Siz nə cavab verdiniz ki zaten? Siz Çəkim siz indi ayrılmısınız. nəyə ayılmışıq? Biz nə çəkdiyimizi siz bilirsiniz heç. Sizin artımı 1 apreldə olub. Nə danışdın ki? 2024-cü ilin aprelin 1-də olub, düzdür? Nə üçün artırılmışdı o zaman? Hə? Nə üçün artırılmışdı? Bildiyin sualı niyə mənə verirdin? Nə üçün artırılmışdı? Məqsəd o idi ki, buradakı yeniliklər olsun, əhaliyə xidmət göstərsin, düzdürmü? Ver qutardı siz. Parklanmanın qiyməti 2024-cü ilin aprelin 1-dən qaldırıldı. Yəni artıq 1 ildən çoxdur. O zaman biz müraciət elədiyimiz zaman bizə deyilmişdi ki, qiymət artımına səbəb əhaliyə göstərilən xidmət səviyyəsinin yüksəldilməsidir. Hansı xidmət səviyyəsindən söhbət gedə bilər burada? Eskalatorlar işləmir. Baxın, görürsünüz, pilləkənlər zibil içində. Bu onu deməyə əsas verir ki, əslində qiymət artımının məqsədi burada hansısa işlər görmək üçün deyilmiş. Əgər əhaliyə xidmətdən söhbət gedirsə, bu eskalatorlar niyə işləmir? Bura niyə natəmizdir? Bir müddət əvvəl burada qiymət artımı həyata keçirildi. Qiymət artımı fonunda da bu ərazidə olan istər lift, istər boyaların pozulması, digər təmirə ehtiyac olan hissələrin təmirinin həyata keçirilməsi daha yaxşı olardı. Çünki bura həm şəhər mərkəzidir, həm də istər daxili, istərsə də xarici turistlərin burada tez-tez görmək olur. Onların da burada yaxşı xidmət göstərmək, eyni zamanda xoş təəssürat yaratmaq yerinə düşərdi. Bu baxımdan həmin qış parkında təmir işlərinin həyata keçirilməsi və kosmetik cəhətdən orada müəyyən işlərin görülməsi vacib məsələlərdəndir. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət elədik. Qurumun mətbuat katibi Tural Orucov sorğumuzu cavabsız qoydu. Belə, görünən odur ki, olan yenə vətəndaşa oldu. Bu o deməkdir ki, aynı gələcəkdə də keyfiyyət yüksəldilir adı altında parklanma yerlərində yenə qiymət artım edəcək.